Sevgili Lami, videolarımın en çok izlenmesini isteyen insanlardan birinin sen olduğunu başa düşürəm. Bunun üçün də 30 saniyəlik videolar çəkməyim lazım olduğunu və qısa məzmunlar hazırlamağımı və birləşdirməyimin lazım olduğunu ifadə etməni anlaya bilirəm. Amma gəl gör ki, bunun funksionallığı perspektivindən mənim söyləyəcəklərim var. Gəlin bugün dopamini analiz etməyə çalışaq. Sənin və sosial media izləyicilərimiz üçün. Hər birimiz 30 saniyəlik videoları izləməyə alışmışıq və 30 saniyəlik videolarla xoşbəxtlik hiss edirik kimi gəlir bizə və uzun müddətli videoları izləmək sıxıcı gəlməyə başlayıb bizlərə, deyilmi? Əgər ki, bu sualın cavabı bəlidirsə, böyük ehtimalla ikinci etapı dinləməyə davam edəcəksiniz. Gəlin bunun səbəbini araşdırmağa çalışaq və bunun səbəbini araşdırmağa çalışdığımız sırada sizi bəzi sosial deneylərə də tabi tutmağa çalışacağım. Sürətli videolar dopamin partlayışı yaradır. Beyin qısa, rəngli stimullarla beynin mükafat dövrəsini işə salır. Yəni biz qısa müddətdə özümüzü xoşbəxt hiss edirik. Bunu devrəyə salan yer nucleus accumbens və ventral tegmental areadır. Daha uzun məzmunlar isə dərhal mükafat sistemini dövrəyə salmadığı üçün izləyici beyində çətin, yorucu kimi kodlamalarla qarşı-qarşıya qalır. Sosial testimiz də tamamdır. Az öncə sizə istifadə etdiyim çətin cümlələri eşitdiyiniz vaxtı bir çoxunuz böyük ehtimalla ötürmüş oldunuz. Ən azından ona baxmaq yorucu gəlmişdi sizə, deyilmi? Və bir qrupunuz da izləməyə davam elədi. İzləməyə davam edən qrupun orada ikincil çıxarları olmamış olsa, söhbətimin axırına qədər terminologiyalardan və yaxud sizlərin bilmədiyi məzmunlardan danışmağa davam etsəm, böyük ehtimalla sıxılıb, mükafat sistemimizi devrəyə salmayıb, hətta cəzalı hiss edərəkdən mən bir şeyləri bilməzliyi ilə qaçınma ehtimalınız daha güclüydü. Bəs burada nə olur? Dopaminin yanında prefrontal korteks, yəni beynimizin ön hissəsinin də dövrəyə girməsidir. Frontal korteksimiz dövrəyə girirsə, bu bizim daha çox efor, enerji sərf edəcəyimizə gəlir. Yəni düşünməyimiz lazımdır. Bunun üçün beynimiz resurslarını istifadə etməlidir. Bu arada beynimiz düşündüyündə enerjimizi ehtiyatlı istifadəyi seçirik. Yəni qısa müddətli bizə zövq verər. Ancaq qısa müddətli video izləmək beynin diqqət filtrini təlimləndirir. Diqqət yalnız ani, sürətli stimulda qalır. Uzun videolar isə səbr etmə mexanizmamızı çətinləşdirir. 2009 ilində Stanford Universitetinin bir araşdırmasına görə multitasking edən insanların diqqət keçidi daha yüksək ikən davamlı diqqətlərində zəifləməni ortaya qoymuşdu. Dolayısıyla beyin bu ani stimullara öyrəşdikcə uzun müddətli diqqət zəifləyəcək. Bu təhsil, iş, hətta münasibətlərdə də çətinliklər yaradacaq, bilirdinizmi? Təsadüf deyil ki, hər 10 cütlükdən 5-ində, ən az 5-ində bununla əlaqəli şikayətlərin dilə gətirildiyini eşidirəm. Üçün nə etmək lazımdır sualının cavabı? Diqqət təlimləri, yəni mindfulness kimi yönlərdə qalmaq, digital detoks, yəni mümkün olduğunca sosial mediadan mümkün olduğunca uzun bir müddət uzaqlaşa bilmək və qısa videolar yerinə uzun məzmunlara, podkast kimi, kitab oxumaq kimi, film izləmək kimi yöntəmlərə təkrardan qayıtmağa çalışmaq ən doğru seçənəklər olacaq. 2017-də Young tərəfindən aparılan bir tədqiqatda Internet Addiction Treatment jurnalında dərc olunan bir məqalədə beyni öyrədərək davranışsal dəyişimlə bərabər onlar CBT üzərinə fokuslanaraq beyni diqqət təlimləri ilə bərabər təkrardan dopamin balansının bərpa oluna biləcəyini sübut ediblər. Algoritmlər 30 saniyəlik videolar zövq mexanizmamızı devrəyə sala bilər. Bu təkrar dopamin dalğaları yarada bilər və bizə anlıq xoşbəxtlik hissi gətirə bilər. Amma unutmamağımız lazımdır ki, bir müddətdən sonra o videolardan da sıxılırıq, ağır patologiyalarla üz-üzə qalırıq. Uzun kontentə davamsız bir hala gətirir. Yəni dözümsüzləşirik. Bu dövrəni qırmaq üçün məqsədli bir şəkildə uzun diqqət məşqləri etməyimiz zəruridir. Unutmayın, diqqət bir əzələdir və onu məşq etdirmək lazımdır. Sevgilərlə.